Yəqin ki, sizlər də bu video görüntülərinə rastlaşdınız. Şəbnəm Tovuzlu canlı yayınıma qoşuldu. Müğənni Şəbnəm Tovuzlu. Bir neçə orada misafirlər vardı. Fərqli fikirlər söyləyirdilər. Ən çox da əgər Şəbnəm Tovuzlu da ora qoşulubsa, təbii ki, incəsənətdən, mədəniyyətdən, şou biznesdən danışılacaq. Belə o videonu mən paylaşdım. Maraqlı orada yorumlar yazdılar. Demək olar ki, insanlar belə qəribə də bir reaksiya verdilər. Niyə görə? Məsələn, Şəbnəm Tovuzludan bu cəsarəti gözləyirdim, amma belə daha kəskin gözləmirdim də. Məsəl üçün, orada yazırlar axı, televiziyalara pul verirlər, hamı pulla efirə çıxır, hamı pulla görünür, qeyri-peşəkarlar, heç sənətdən, incəsənətdən, mədəniyyətdən xəbəri olmayan insanlar, yəni müğənni, ən çox da bunlar şamil olur qadın müğənnilərə. Nə bilim, biri saç ustasıdır, biri qutab bişirəndir, biri kətə bişirəndir, biri, özünüz bilirsiniz də, təsadüf adamlar da hamısı gəlibdir ki, biz müğənniyik. Şəbnəm Tovuzlu, yəni o pula görə münasibət bildirdi. Dedi ki, Röyə belə efirlərə ilk gələndə pul verib. Təbii ki, dünyada belədir. Tək bizdə deyil ki, ödəniş edirsən reklamın üçün. Amma çox maraqlıdır ki, məsələn, dünyada belədirsə, dünya televiziyalarında belədirsə, yəni şou biznesə yeni gəlmək istəyənlər pul ödəyirlərsə, yəni ödənişlə efirə çıxırlarsa, o pullar təbii ki, televiziyanın büdcəsinə gedir. Amma bizdə o pullar hara gedir? O pullar hara gedir? Ancaq bəzi aparıcılar gündən bir maşın alırlar, komfort həyat yaşayırlar, zərdəgan həyat yaşayırlar, kübar həyat yaşayırlar. Uşaqları ən bahalı məktəblərdə təhsil alır, 16 minlik ili, 20 minlik, 2-3 övladları var. Hər birisi ödənişi yüksək olan özəl liseylərdə təhsil alır, məktəblərdə təhsil alır. Yəni, bizimlə onların fərqi odur, dünya TV-lərlə, televiziyalarından. Amma bu yaxşıdır ki, deyir ki, bəli, televiziya şərait yaradır, insan gəlib reklam olunur, özünü tanıdır. Amma hər adam yox da, mən üzr istəfa demə, küçədən gedir, birdən ayağı belə dönür TV-yə, gəlirdir ki, mən televiziyada çıxış etməliyəm, mən müğənni olmalıyam. Şəbnəm Tovuzlu, cəsarətli fikrinizə görə sizə təşəkkür edirəm.